Noyabrın ilk həftəsində ölkəmizdə hava şəraiti dəyişkən olaraq qalır. Havanın dəyişkənliyi həm Bakıda, həm də bölgələrdə hiss olunur. Bəs qeyri-sabit yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? Bununla bağlı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova missiyazı bildirib ki, noyabrın 6-sı 7-sində Bakı və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək. Hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə az çiskinli olacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti olacaq. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin 6-sında bəzi şərq rayonlarında qısa müddətli çiskinli yağış yağacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 17-21, dağlıq ərazilərdə isə 5-9 dərəcə isti olacaq. Seyranə Quliyeva, Çingiz Abdullayev, Missiya TV.